Salam hörmətli izləyicilər. Sizə məlumat vermək istəyirəm ki, 35 nəfərin bizə sənədi gəldi. Hal-hazırda yəni 35 nəfər üçün iş dəvəti elədik. Bu son 3 ay ərzində. Və məlumat vermək istəyirəm ki, vacib məlumat vermək istəyirəm ki, iş dəvəti iş izindən əlavə biz qarantili və ya gücləndirici məktublar yazırıq. Görürsüz, səfirliyin adına Azərbaycanda. Yəni ümumi belə deyim də, qarantili məktublardır, müştəri hansı işdə işləyəcək, hansı zavodlara gedəcək, harada yaşayacaq, sığortası varmı, yoxdurmu və digər belə bir sənədlər. Yəni bu çox gözəl bir sənədlərdir ki, yəni siz səfirliyə sırf belə deyək də iş dəvətinin kağızını aparmırsınız. Şirkət tərəfdən lazımlı məktublar aparırsınız ki, səfir görür ki, siz bəli, nasamınceli gələcəksiniz Polşa işləməyə.